Tufeyl ibn Amr Əd-Devsi radiyallahu anhu kimdir? Gəlin birlikdə bu dəyərli səhabəni tanıyaq. Tufeyl ibn Amr Əd-Devsi cahiliyyət dövründə Devs qəbiləsinin ağası idi. O, ərəb əsilzadələri arasında sayılan və nüfuzlu şəxsiyyətlərdən biri idi. Onun ocağının küstüsü heç vaxt sönməz, qapısı isə gələn hər kəs üçün daim açıq olardı. O, ac olanları doyurar, ona sığınanları qoruyar və kömək istəyənlərə yardım etməkdən çəkinməzdi. Eyni zamanda o zəkalı və istedadlı bir ədəbiyyatçı idi. Zərif və yumşaq duyğulu, sözün şirinini də, acısını da, hətta insanı sehirləyən təsirini də yaxşı bilən bir şair idi. Tufeyl Məkkəyə getmək üçün Tihamədən ayrıldı. Bu vaxt Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm ilə Qureyş kafirləri arasında mübarizə davam edirdi. Hər kəs özünə tərəfdar qazanmaq istəyirdi. Allahın elçisi isə insanları Rəbbinə dəvət edirdi. Onun silahı iman və haqq idi. Qureyş kafirləri isə onun dəvətinə müxtəlif vasitələrlə qarşı çıxır və insanları hər cür bəhanə ilə ondan uzaqlaşdırmağa çalışırdılar. Tufeyl heç bir hazırlığı olmadan bu mübarizənin içinə düşmüş və bu qarşıdurmanın ortasında qalmışdı. O, Məkkəyə bu məqsədlə gəlməmişdi. Bundan əvvəl nə Peyğəmbər, nə də Qureyş haqqında heç düşünməmişdi. Bu qarşıdurmada Tufeylin yadda qalan bir hekayəsi vardır. Gəlin onu dinləyək. Şübhəsiz ki, bu çox maraqlı bir hekayədir. Tufeyl belə danışır. Məkkəyə gəldim. Qureyşin öndə gedən adamları məni görən kimi yanıma gəldilər. Məni ən yaxşı şəkildə qarşıladılar və ən gözəl evdə qonaq etdilər. Sonra Qureyşin böyükləri mənimlə görüşmək üçün bir yerə toplaşaraq belə dedilər. Ey Tufeyl, sən bizim şəhərimizə gəlmisən. Peyğəmbər olduğunu iddia edən bu adam bizim işimizi pozdu, bizi parçaladı və birliyimizi dağıtdı. Biz qorxuruq ki, bizim başımıza gələnlər sənin və qövmünün də başına gəlsin. Buna görə də onunla danışma və ondan heç nə dinləmə. Onun sözləri sehir kimidir. Oğul ilə atanı, qardaşları və ər ilə arvadı bir-birindən ayırır. Tufeyl sözünə davam edir. Onlar mənə onun haqqında qəribə şeylər danışır, məni və qövmümü onun hərəkətlərinə qarşı xəbərdar edirdilər. Nəhayət, qərara gəldim ki, ona heç yaxınlaşmayım, onunla danışmayım və onun heç nə eşitməyim. Ertəsi gün Kəbəni təvaf etmək və hər zaman ziyarət etdiyimiz bütlərdən uğur diləmək üçün məscidə getdim. Kəbəyə daxil olduğum zaman Muhammedin sallallahu aleyhi və səlləm sözlərini eşitməmək üçün qulaqlarıma pambıq tıxadım. Lakin Kəbəyə daxil olanda onun ayaq üstə bizim namazımızdan fərqli bir namaz qıldığını və bizim ibadətimizdən fərqli bir ibadət etdiyini gördüm. Onun görünüşü məni təsirləndirdi, ibadəti məni həyəcanlandırdı. Onun yanına yaxınlaşdığımı hiss etdim. İstəmədiyim halda özümü onun yanında tapdım. Allahın istəyi ilə onun bəzi sözlərini eşitdim. Bunlar çox gözəl sözlər idi. Öz-özümə dedim, vay sənin halına, ey Tufeyl! Sən şeir yazan, ağıllı bir adamsan. Gözəl ilə çirkini ayırt edə bilirsən. Bəs niyə bu adamın dediklərini dinləmirsən? Dedikləri gözəldirsə qəbul edərsən, çirkindirsə qəbul etməzsən. Tufeyl sözünə davam edir. Allahın elçisi evinə dönənə qədər orada qaldım. Sonra gizlicə onu izlədim. Evə girəndə mən də girdim və dedim, ey Muhammed, qövmüm mənə sənin haqqında belə-belə dedi. Vallahi onlar səni mənə çox qorxunc göstərdilər. Hətta sözünü eşitməmək üçün qulaqlarıma pambıq tıxadım. Amma Allahın istəyi ilə səndən bəzi sözlər eşitdim və onları çox gözəl gördüm. Dinini mənə öyrət. O da mənə İslamı izah etdi. Qurandan İxlas və Fələq surələrini oxudu. Allaha and olsun ki, bundan daha gözəl söz eşitməmiş və bundan daha doğru və ədalətli bir din görməmişdim. Dərhal əlimi ona uzatdım. Allahdan başqa ilah olmadığına və Muhammedin Allahın elçisi olduğuna şəhadət gətirdim və müsəlman oldum. Tufeyl yenə özü danışır.
Bir müddət Məkkədə qaldım. O müddət ərzində İslamın əmrlərini öyrəndim və bir qədər Quran əzbərlədim. Qövmümün yanına qayıtmağa qərar verdiyim zaman belə dedim: Ey Allahın elçisi, mən qövmüm içində sözü dinlənilən bir adamam. Qövmümə qayıdıb onları İslama dəvət edəcəyəm. Dəvətimdə onlara təsirimi artıracaq bir kəramət verməsi üçün Allahdan dua et. Allahın elçisi mənim üçün dua etdi. Allahım, ona bir kəramət ver. Qövmümə getmək üçün yola çıxdım və öz qəbiləmə çatanda, təpədən enən zaman atam, o çox yaşlı idi, yanıma gəldi. Mən ona dedim: Məndən uzaq dur ata, mən artıq səndən deyiləm, sən də məndən deyilsən. Niyə oğlum, dedi. Mən müsəlman oldum və Muhammedin dininə girdim. Bunun üzərinə atam dedi: Oğlum, sənin dinin mənim də dinimdir. Mən dedim: Elə isə get, yuyun, paltarlarını təmizlə, sonra gəl İslamdan öyrəndiklərimi sənə öyrədim. O gedib yuyundu, paltarlarını təmizlədi və geri gəldi. Mən ona İslamı anlattım, o da müsəlman oldu. Sonra həyat yoldaşım yanıma gəldi. Ona dedim: Mənə yaxınlaşma, artıq mən səndən deyiləm, sən də məndən deyilsən. O dedi: Niyə, canım sənə fəda olsun, nə olub? Dedim: İslam bizi ayırdı, mən müsəlman oldum və Muhammedin dininə girdim. O dedi: Sənin dinin mənim də dinimdir. Dedim: Get Züşşəra suyurda təmizlən. Züşşəra Devs qəbiləsinin bir bütü idi və onun yanında dağdan gələn bir su vardı. O dedi: Canım sənə fəda olsun, uşaqlara Züşşəradan bir zərər gəlməsindən qorxmursanmı? Mən dedim: Allah Züşşəranı məhv etsin. Get insanların görməyəcəyi bir yerdə təmizlən. Bu cansız daşın sənə heç bir şey etməyinə mən zəmanət verirəm. O gedib təmizləndi və geri gəldi. Ona da İslamı anlattım. O da müsəlman oldu. Sonra Devs qəbiləsini İslama dəvət etdim. Lakin Əbu Hüreyrə istisna olmaqla hamısı İslama girməkdə ağır davrandılar. Aralarında İslama ən tez girən Əbu Hüreyrə oldu. Tufeyl belə danışır: Əbu Hüreyrə ilə birlikdə Allahın elçisinin yanına gəldik. O mənə dedi: Ey Tufeyl, arxada nə var nə yox? Dedim: Haqqı görməyən qəlblər və böyük bir küfür. Devs qəbiləsinə günahkarlıq və üsyanlıq hakim olub. Bunun üzərinə Allahın elçisi sallallahu aleyhi və səlləm qalxdı, dəstəmaz aldı, namaz qıldı və əllərini qaldırdı. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, onu bu halda görəndə qövmümə bəddua edəcəyindən və onların həlak olacağından qorxdum və dedim: Vay mənim qövmümə! Lakin Allahın elçisi belə dua etdi: Allahım, Devs qəbiləsini doğru yola yönəlt. Allahım, Devs qəbiləsini doğru yola yönəlt. Allahım, Devs qəbiləsini doğru yola yönəlt. Sonra Tufeylə tərəf dönərək dedi: İndi qövmünün yanına qayıt, onlara yumşaq davran və onları İslama dəvət et. Tufeyl yenə belə danışır: Devs qəbiləsini davamlı olaraq İslama dəvət etdim. Nəhayət, Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etdi. Bədir, Uhud və Xəndək döyüşləri baş verdi. Devs qəbiləsindən İslama girən, müsəlman olan 80 ailə ilə birlikdə Allahın elçisinin yanına gəldim. O, bizdən razı qaldı. Digər müsəlmanlarla birlikdə bizi də Xeybər qənimətlərinə şərik etdi. Biz dedik: Ey Allahın elçisi, sən hər hansı bir döyüşə çıxdıqda sağ cinahı bizə ver. Bundan sonra Məkkə fəth edilənə qədər Allahın elçisi ilə birlikdə olduq. Bir gün ona dedim: Ey Allahın elçisi, məni Amr bin Humamənin bütü olan Zülkəffeyni yandırmağa göndər. Allahın elçisi buna icazə verdi. Mən öz qövmümdən bir qrup insanla birlikdə həmin bütə tərəf getdim. Bütü yandırmaq istədiyim zaman, əgər Zülkəffeynə bir zələr gələrsə, Tufeylin başına bir bəla gələcəyinə və ona ildırım çarpacağına inanan qadınlar, kişilər və uşaqlar oraya toplaşmışdılar. Lakin Tufeyl onların gözləri qarşısında bir şeir deyərək bütü yandırdı. Ey Zülkəffeyn, mən sənə ibadət edənlərdən deyiləm. Mən odunu sənin qəlbinin içinə qoydum. Alov bütü yandırıb yox edəndə, onunla birlikdə Devs qəbiləsində qalan şirk qalıqları da yox oldu. Beləliklə, xalqın hamısı müsəlman oldu. Bundan sonra Tufeyl Allahın elçisi vəfat edənə qədər ondan ayrılmadı. Allahın elçisi vəfat etdikdən sonra Əbu Bəkir xəlifə oldu. Tufeyl özünü, qılıncını və oğlunu Allahın elçisinin xəlifəsinin xidmətinə verdi. Dindən dönənlərlə aparılan müharibələr başlayanda, Tufeyl oğlu Amr ilə birlikdə yalançı peyğəmbər Museylimətül Kəzzab ilə döyüşmək üçün müsəlman ordusunun ön sıralarında yola çıxdı. Yamamə yolunda olarkən bir yuxu gördü. Yoldaşlarına dedi: Mən bir yuxu gördüm, onu mənə yozun. Onlar dedilər: Nə gördün? Tufeyl dedi:
Başımın qırxıldığını, ağzımdan bir quş çıxdığını, bir qadının məni qarnına saldığını və oğlum Amrın məni çox istədiyini, lakin aramıza bir maniyə girərək onun mənimlə birlikdə oraya girə bilmədiyini gördüm. Onlar dedilər, xeyir olsun. Tufeyl isə dedi, Allaha and olsun ki, mən bu yuxunu belə yozuram. Başımın qırxılması, başımın kəsilməsi deməkdir. Ağzımdan çıxan quş isə ruhumdur. Məni qarnına alan qadın isə mənim üçün qazılacaq qəbirdir və mən ora dəfn ediləcəyəm. Mən şəhid olmağı ümid edirəm. Oğlumun məni arzulaması isə mənim qavuşacağım şəhidliyi arzulaması deməkdir. Lakin o, Allahın izni ilə bundan sonra şəhidliyə qovuşacaq. Yamamə döyüşündə böyük səhabə Tufeyl böyük qəhrəmanlıq göstərdi və döyüş meydanında şəhid oldu. Oğlu Amr isə döyüşməyə davam etdi. Aldığı yaralar onu zəif saldı və sağ qolu da kəsildi. Yamamə torpağında atasını və qolunu qoyaraq Mədinəyə qayıtdı. Tufeylin oğlu Amr bir dəfə Ömər ibn Əl-Xattabın huzuruna girmişdi. Xəlifənin yanında başqa insanlar da oturmuşdu. Bu zaman Ömərin qarşısına yemək gətirildi. O, oradakıların hamısını yeməyə dəvət etdi. Amr isə bir kənara çəkilib süfrəyə yaxınlaşmadı. Ömər radiyallahu anhu dedi, sənə nə olub? Sonra dedi, yəqin ki qolunun kəsildiyinə görə utanırsan və buna görə yeməyə gəlmirsən. Amr radiyallahu anhu dedi, bəli, ey möminlərin əmiri. Bunun üzərinə Ömər dedi, Allaha and olsun ki, sən kəsilmiş qolunla bu süfrəyə oturmayınca mən bu yeməyə əl vurmaram. Sonra dedi, bu məclisdə bədəninin bir hissəsi cənnətdə olan səndən başqa heç kim yoxdur. Sübhanallah, Ömərin Amra verdiyi təsəlli necə də gözəldir. Bu məclisdə bir parçası cənnətdə olan səndən başqa heç kim yoxdur. O bununla Amrın döyüşdə kəsilən qolunu nəzərdə tuturdu. Amr, atasından ayrıldığından bəri tez-tez şəhidliklə bağlı yuxular görürdü. Yərmuk döyüşü başlayanda Amr digər döyüşçülərlə birlikdə dərhal döyüşə qatıldı. O davamlı olaraq döyüşdü. Nəhayət, atasının arzuladığı şəhidliyə o da qovuşdu. Allah Əzzə və Cəllə Tufeyl ibn Amr Əd-Deyvsiyə rəhmət etsin. O həm şəhid, həm də şəhid atasıdır.